30 ilə yaxın bir dövrdə separatçıların işğal yuvasına, qanunsuzluq və durğunluq mərkəzinə çevrilən Xankəndi bu gün tamamilə fərqli bir rəngə bürünür. Azərbaycanın suverenliyini bərpa etməsindən dərhal sonra şəhərdə başlanan geniş miqyaslı bərpa quruculuq işləri Xankəndini sürətlə yenidən doğulan müasir sənaye və mədəniyyət mərkəzinə çevirir. Xankəndinin dünəni ilə bugünü arasındakı fərq sadəcə bərpa edilən binalar deyil, həm də bərpa olunan tarixi ədalətdir. Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi. Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan bir daha öz gücünü göstərmişdir. Rəşadətli ordumuzun gücü ilə qazanılan bu zəfər bölgədə misli görünməmiş bir quruculuq erasının əsasını qoydu. İndi Xankəndidə separatizmin qalıqları deyil, iqtisadi dirçəlişin sədaları eşidilir. Şəhərin iqtisadi potensialının bərpası istiqamətində atılan ən mühüm addımlardan biri yüngül sənaye sahəsinin təməlinin qoyulmasıdır. Yeni fəaliyyətə başlayan iş əlcəkləri istehsalı müəssisəsi bunun ən bariz nümunəsidir. Müasir texnologiyalarla təchiz olunan bu müəssisə illik 25 milyon cüt əlcək istehsal etmək gücünə malikdir. Müəssisə təkcə daxili bazarın tələbatını ödəməyəcək, həm də gələcəkdə Avropa bazarlarına ixrac həyata keçirəcək. Ən əsası isə burada ilk mərhələdə məhz 35 nəfər yerli sakin daimi iş yeri ilə təmin olunur. Xankəndidə bərpa işləri təkcə iqtisadiyyatla məhdudlaşmır. Şəhərin mədəni və idman infrastrukturu da dirçəldilir. Ötən əsrin 60-70-ci illərində Azərbaycan memarlarının əməyi ilə tikilən, lakin işğal illərində baxımsızlıqdan aşınmaya və deformasiyaya məruz qalan Xankəndi Mədəniyyət Mərkəzi əsaslı şəkildə yenidən qurulub. 3 mərtəbəli binada akt və kino zalları, müxtəlif sahələrə aid dərnəklərin yerləşdiyi çox funksiyalı zona, girim otaqları, bufet, kassa və suvenir mağazası var. Mərkəzin 348 yerlik zalında konsert, tamaşa, film nümayişi, təqdimat, rəsmi görüş və digər mədəni kütləvi tədbirlərin keçirilməsi mümkün olacaq. Beləliklə də azad edilən torpaqlarda işğal dövrünün izləri tamamilə silinir və infrastruktur yenidən qurulur. 30 illik dağıntılardan sonra Xankəndidə başlayan bu geniş miqyaslı abadlıq prosesi regionun gələcək inkişafının əsasını qoyur. Biz bu torpaqların sahibləri qrup yaradırıq. O cümlədən Xankəndi şəhərində, Xocalıda, digər işğaldan azad edilmiş ərazilərdə geniş qurucuq abadlıq işləri aparılır. Bu stadion cəmi 2 ay ərzində demək olar ki, yenidən inşa edilmişdir, əsaslı təmir edilmişdir. Separatizm simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atıldı. Bir vaxtlar xarabalıq, qorxu və saxtakarlıq mühitini xatırladan bu torpaqlar indi Azərbaycan dövlətinin ardıcıl və məqsəd yönlü siyasəti sayəsində Qarabağın ən dinamik bölgələrindən birinə çevrilir. İqtisadi potensialının gücləndirilməsi, müasir infrastrukturun yaradılması və mədəni mühitin bərpası Xankəndinin dünənini tamamilə silir və onu parlaq, suveren gələcəyə daşıyır.